Salam aleykum. Deməli biz hal-hazırda axşam gecədir, daha doğrusu axşam nədir, saat 4-dür. Birdən burada çəkişəcəz, olmaz saxlayım hələlik. Deməli gecə 4-dür, gəlmişik aeroporta. Aeroport yox. Hara gedirik? Uçuşumuz aradı. Dubai turumuz başlayır. Gedirik Dubaya. İsti ölkələrə qaçırıq. Uşaqları qoymuşuq nənəsinə. Necə gözəl deyə bura. Ona bax. Biraz yaxınlaşdırım. Dünya turumuz başlayır bizim. Maraqlı vloglarla qarşınızda olacaq. Təbii ki, bu bir zarafatdır. Çox istərdik belə olsun. İnşallah olacaq. Niyə də olmasın inşallah. İnşallah. Deməli görsən hardan çıxacaq? Terminal 2-yə gərək soruşardıq. Deməli Kənan xalası Özbəkistandan gəlib onu qarşılamağa gəlmişik bu arada. Deyim ki sizə hardan çıxacaq, necə olacaq heç vallahi onu da bilmirik, amma gedirik. Gedək indi birazdan inşallah görüşərik. Danışdıq, terminal 2-də gözləyir bizi. Düşüb artıq biz gecikmişik. Görək haralardadır. Harada deyəm, yəqin bəlkə də içəridə deyəm, soyuqdur. Anam düşdü, bilmirik hayandadır. İnşallah ki taparıq. Kənan tapmayıb 100% qayıdır. Telefondan danışa-danışa. Tapmayıb. Burada doğrudan o qədər böyüdü ki. Burası düdü terminal 2 yazılan yerdəyik. Biz də bayaqdan baxırıq. Həmən yerdəydi, terminal 2 yazılan yerdə, amma hələ ki görsənməyib. İndi qaydır dala. Ay Allah. Sən demə 2-də deyilmiş, qayıtmışıq təzdən 1-ə. Görək tapa biləcək, Kənan düşdü getdi. Burada da 2-3 dəqiqə icazə var saxlamağa. Dayanacaqda saxlamadıq, burada Ay, deyə gəldilər. Gəlirlər. Mən düşüm arxaya otursun, gedək tez. Buradadılar. Bu arada baxın Özbəkistandan mənə gələn paylar. Deməli bu yemiş nəsə qurusudur belə, amma yumuşaq bir şeydir, olacam deyə hələ yoxlamamışam. Bu badamdır, baxın belə badamdır. Sonra burada qarışıq şeylərdir. Badam var, qoz var. Sonra buna ərik var, kişmiş falan var. Burada da kajodur, xırda marmalatlardır, belə şeylər var. Burada da bir də belə samsa var, samsa deyirlər, səhv eləmirəmsə. İçi ətli falan olur, cirəli, ətli. Belə, çox sağ olsun Sevinç xala, payı artıq olsun, Allah razı olsun. Belə ki, haqqınızda halal edin. Bu arada bu günləri artıq səhərsidir, vlogun səhərsi açmışam. Getdim nənə ilə xalanı gətirdim bizə. Yeməklər hazırlayıram bu arada. Burada deməli artıq badımcan, pomidor, badımcan, biber dolması eləyəcəm. Bunlar hazırdır. Əti indi qovurmalıyam. Pomidorum burada hazırdır. İçini çıxartmışam, yumuşam, eləmişəm, hər şey hazır. Biberin bir qismi də burada bişir. Burada qazanda isə qoymuşam, mimoza salat eləyəcəm, onun şeylərini bişir hal-hazırda. Belə birazdan görüşərik. Deməli xanımlar, mimoza salatını hazırladım, dolmamı hazırladım. Burada isə çiğ köftə hazırlamışdım, amma çəkməyi tamamilə unutmuşam. Süfrə quranda da çəkilişi unutmuşam. Əslində süfrə də qurmuşdum, qəşəng, amma hamısını unutmuşam. Qonaq olduğum üçün biraz təşvişdəydim. Əgər çiğ köftənin reseptini istəsiniz, bu arada yenidən hazırlayıb sizinlə də bölüşərəm inşallah. Bu artıq ikinci günün vlogudur. Bunu da sizinlə bölüşmək istədim. Burada Kənanla bir yerdə iftar süfrəsinə getmişdik. İftar eləməyə getmişdik. Sumqayıtdaydı bu restoran. Sözün düzü adı hazırda yadımda deyil. Səhv eləmirəmsə altın tepsi olmalıydı adı. Yemək belə bir set zakaz vermişdik 45 azı ilə. Kebablar falan normal idi. Lahmacun xoşuma gəlmədi. İçinin soğanı belə yekə-yekə idi. Həm də qoxu da gəlirdi soğandan. Salatlar, çiğ köftə normal idi. Kartoşka freysi normal idi. Stalişin salat gətirmişdilər. Yəni ki, stalişin salatları turşumuşdu, xarab olmuşdu. Biz deyəndən sonra getdilər, dəyişdirdilər, gətirdilər. Yəni ki, ikinci dəfə gedərəmmi? Yəqin ki, getmərəm.
Belə buradan da çəkiliş elədim. Biraz az da olsa sizinlə bölüşdüm. Orada inşallah Rəbbim nəsib eləsə 27 mart mənim doğum günümdür. Əgər yaxşı, gözəl yerlər bilirsinizsə, yəni ailəvi gedib oturub iftar açmaq üçün xahiş edirəm, yəni kommentlərdə mənə də bildirəsiniz. Və biz uşaqlarla gedirik indi qapıları döyməyə. Neyniyəcəyik? Papaq atırıq. Birini atmışıq. Baxın, buradadır. Deməli bilirsiniz ki, bacım kanal açıb evimdə həyat. Bu arada xahiş edirəm kanala abunə olun, like eləyin. Çoxlu yorumlar yazın ki, kanalı tezliklə qalxsın inşallah. Baxın, sizə göstərim. Bu mənim evimdir, bura qapısı. Bu da mənim bacımın evidir. Gördünüz necə yaxındır. Xahiş edirəm, kanala abunə olun mütləq. Bu hər birinizin dəstəyini gözləyirəm. Bir qapıya atmışıq, yığmışıq. İndi gedirik ikinci qapıya. Gedirik. Şş, ora bəsdə. Əbəlfəz bir qapıya ikinci dəfədir gedir. Ora yox, ora yox. Gedirik indi digər qapılara. Bu arada həyətlərində deməli şey yandırmışdıq. Ocaq döyaqları çəkmişəm, yəqin ki gördünüz. Bize kışkırtılar. Bir dəfə deyir qapı döymüşük, qışqırıblar. Ay baba. Eybi yox, eybi yox. İndi gəlin şey, deməli mən sizə qapını göstərirəm. Qoyursunuz, qaçırsınız, eşitdiniz? Gəlin. Ey, oy çox getmə. Məhəmməd, Hüseyin. Yox, yox, bura gəlin, bura gəlin. Bura. Yox, bura. Bu Əbəlfəzin səsinə inansız cəmaat gəlir. Heç qapı döyməyini eşitmirəm cəmaat. Az qalmadı, görəcəkdik daha bir sözü. Nə olmuşdu? Uşaqların papağını atıblar küçəyə. Uşaqları hayal kırıklığına uğradıblar. Onu döyək. Hə? Qırmızı qapı var orada. Harda? Döyək, deyil orada. Işıq yanır ya orada. Qırmızı qapı var. Getdilər o birisi qapıya. Bax, biraz yaxınlaşdırım uşaqları. Xonçamız biri də gəldi. Maşallah olsun. Qonşu çağırdı, qaçdılar. Qaça gəlirlər. Gəlin görüm nə yığmısınız. Gəlin görək nə yığmısınız. Aç baxım içinə. Aç baxım. Aç. Boşalt bura. Fındık. Boşalt. Oydu. Elə yox, şey papağı aşağı eləsin. Deyirəm. İçinə yavaş dağılar yerə. Allah. Yenə at. Bu da Hüseynimin məktəbdə olan Novruz bayramından olan çəkilişlərdəndir. Deməli, bilmirəm sizə demişəm, deməmişəm. Mən sinifin komitəsiyəm. Əlimizdən gələn qədər uşaqlar üçün şənlik eləməyə, keçirtməyə çalışdıq. Yəni, onlar üçün süfrə açdım. Daha sonra dekorlar götürmüşdüm. Hansı ki, yəni burada bilirsiniz ki, Müşfiqabadda yaşayırıq. Burada əlimizdən gələnin yaxşısını eləməyə çalışdıq. Uşaqlar əyləndilər, oynadılar. Yaxşı vaxt keçirdilər. Ən azından sevindilər. Amma yeni ili deməli biz restoranda qeyd eləmişdik. Düzdür, orada çəkiliş eləməmişdim, göstərməmişdim. Amma bu dəfə artıq istədim ki, restoranda yox, məhz sinifdə olsun. Belə onlar üçün qəşəng əyləncə düzəltməyə çalışdım. Bilirəm bu vloqum biraz oradan-buradan oldu. Nə dərəcədə sizə də maraqlı oldu, olmadı bilmirəm. Maraqlı olmadısa üzrü sayırsınız. İnşallah bundan sonra qəşəng vloqlarım olacaq. Əlimdə vloq yox idi deyə sizi də vloqsuz qoymaq istəmədim. Ona görə qısa-qısa belə fraqmentlər olsa da sizinlə paylaşmaq istədim ki, həm də Hüseynə də ana olaraq qalsın burada YouTube-da. Allah hər birinizdən razı olsun. İnşallah bir sonraki vloqumuzda görüşərik. Allah'a əmanət olun. Sağ olun.